Uşaqda yüksək hərarətdir. Hərarətdə üçün dərmanla da sala bilmirdik və poliklinikaya müraciət elədim. Qızdırma salan dərman təyin elədi, həkim antibiotiklər təyin elədi və kağızımı hal-hazırda götürmüşəm məktəbə təqdim eləmək üçün. Heç cür uşağın taqəti yox idi və eyni zamanda da çox möhkəm iştahsızlığı var idi. Uşaq ümumiyyətlə su belə içmirdi. Müsahibimin sözlərinə görə övladının səhhətində uzun müddət ciddi problem yaranıb. Bu vəziyyət isə təkcə bir az yaşlıda müşahidə olunmayıb. Oxşar əlamətlərlə xəstəxanalara müraciət edənlərin sayı az deyil. Halsızlıq oldu, sonra qızdırması oldu, sonra 1-2 gündən sonra başladı öskürək. Ailədə qohumlar arasında hərə bir cür simptomlarla da keçirdi, yəni əlamətləri necə fərqli oldu. Yəni qızdırma ilə başlayan oldu, birbaşa öskürüb, yəni bir pnevmoniyaya çevirən oldu. Sümüklərə kimi vurur ağrısı. Neçə gündə davam edir bu xəstəlik? Məndə bir həftədir, amma uşaqda da elə bir həftə davam elədi. Maska taxmağımın bir səbəbi var. Son vaxtlar virusa yoluxma halları artdığı üçün insanlar həm müayinə, həm də peyvənd olunmaq üçün xəstəxanalara müraciət edirlər. Elə olduğum bu tibb müəssisəsində də gün ərzində müxtəlif yaş qruplarından olan insanlar sağlamlıqlarını qorumaq üçün peyvənd olunurlar. Yayılan virus adi soyuq dəymədən fərqli olaraq daha ağır simptomlarla müşahidə olunur. Xüsusilə uşaqlar arasında sürətlə yayılan bu xəstəlik qısa zamanda ailədəki böyüklərə də yoluxur. Bizim poliklinikaya kəskin respirator infeksiya xəstəliyinə müraciətlər nəzərə çarpan qədər artıbdır. Simptomları olur baş ağrısı, əzələ ağrısı, gözdə yaşarma, öskürək, yüksək hərarət, ümumi halsızlıq. Bu simptomlarla bizə müraciət edilir. Əksərdə birinci növbədə uşaqlarda yayılır. İlk simptomlar üzərə çıxanda artıq mütləq həkimə müraciət etmək lazımdır. Çünki ağrılaşmaları çox olur. Mütəxəssislər bildirirlər ki, xəstəlik hava damcı yolu ilə yayılır. Müalicə simptomatik aparılır. Bol maye, dərman preparatları qəbul etmək tövsiyə olunur. Uşağı müayinə elədiniz. Hansı əlamətlər var idi? Hal-hazırda uşağın bədən temperaturu normadan yüksəkdir. Ağciyərlərdə sərt tənəffüs eşitdim. Ürək tonları nisbətən karlaşıbdır. Bu da xəstəliyin əlamətləri olaraq. Yəni ona bağlı biz bunları görürük. Demək olar ki, bir həftədir uşaq belədir. Neçədə qızdırma? Hal-hazırda biz ölçəndə 37-6-7 idi. Valideyn qeyd etdi ki, 39-a belə qalxır. Bəs ölkədəki yoluxmalar adi mövsümi xarakter daşıyır, yoxsa yeni virusdur? Bu infeksiyalar içərisində bizim ən təhlükəli saydığımız, yəni xoşagəlməz gedişi, fəsadlaşmaya səbəb ola biləcək virus məhz qrip virusudur ki, qrip virusu da fəsli qrip virusudur və onun pik dövrü məhz indilərdir. Ahıl şəxslərdir, ağır xroniki xəstəlik olan şəxslər təbii ki, onlar diqqətli olmalılar. Qısası viruslardan qorunmağın tək yolu gigiyenik vərdişlərə əməl etmək, peyvənd olunmaq və bədənin immun sistemini gücləndirməkdir. Şahnun Qasımova, Elçin Tağıyev, ATV Xəbər.